Mənedir, bu boyda şəhərdə Məmmədov təkcə bizi ver, mənə niyə gətirirsən bunu? Apar bircə, bu nədir gətirmirsən? Sizədir. Elə şey olar. Birinci il deyir ki, tanıyıram sizi. Vallahi sizədir. Mənədir, istəmirəm, apar. Hardan gətirmirsən, apar ora. Heç bu da sözdür. Ay qardaş, gör bu kağız mənədir. Mənədir axı. Vay, mənədir axı. Ay bana. Mənədir. Bilmirəm. Ay qardaş, ay bala. Ramana kəndindən təkcə 60 nəfər itkin düşmüş və həlak olmuşdur. İtkin düşənlərin və həlak olanların 16 nəfəri 18-20 yaş aralığında, 27 nəfəri 20-30 yaş aralığında, 13 nəfəri 30-40 yaş aralığında, 2 nəfəri isə 40 yaşdan yuxarıdır. 2 nəfərin sonrakı taleyi naməlum olaraq qalır. Dövrümüzə qədər bir nəfərin ölüm kağızı, 2 nəfərin isə itkin düşməsi barəsində sənədlər gəlib çatmışdır. Aparılan araşdırmalar nəticəsində pamyatnaroda.ru saytından əldə olunan 2 məlumatı nəzərinizə çatdırırıq. Təhməzin dəfn olunduğu yer Leningrad vilayəti, Qes, Dövlət Elektrik Stansiyası, cənuba 3 kilometr. İkinci sənəddə isə İsrafilov Təhməzin həlak olması haqqında anası İsrafilova Zəhra Məhərrəm qızına göndərilən arayışda belə qeyd olunub. O, 1943-cü ilin noyabrın 1-də həlak olmuşdur. Təhməzin anası Məşədi Zəhra xanım 1946-cı ilə qədər Leninqradda qalır. Əliağa Əhədoğlunun ailəsinə göndərilən arayış. Sizin oğlunuz Əliağa Əhədoğlu Ramana kəndi ev 190-da yaşayıb. Hərbi anda sadiq olaraq sosialist vətəni uğrunda qəhrəmanlıq və igidlik göstərərək 1941-ci ilin dekabrında itkin düşmüşdür. Əmrahov Əbdürrəhimin itkin düşməsi haqqında arayış. 1945-ci ilin martında Ramana kəndi 96 nömrəli evə atası Məşədi Nəsir oğluna Əmrahov Əbdürrəhimin elə həmin ayda itkin düşməsi haqqında hərbi komissarlıqdan arayış gəlmişdir.